Salam, hər vaxtınız xeyir olsun. Bu gündən sizinlə ABC Akademiyanın yeni sınaq toplusundan 8-ci sınavın sualları ilə tanış olacağıq. Başlayaq ilk sualdan. Görək ilk sualda nə deyir? Hansı bitkidə zərərli resessiv mutasiyaların üzə çıxma ehtimalı daha çoxdur? Burada cavab buğda bitkisi olacaq. Çünki digər bitkilər çarpaz tozlanan bitkilərdir. Buğda bitkisi isə öz-özünə tozlanır. Öz-özünə tozlanan bitkilərdə zərərli resessiv mutasiyaların üzə çıxma ehtimalı daha çox olur. Ona görə bir də cavab D bəndi olacaq. 2-yə baxaq. Torpağa meyvə şəklində əkilən bitkilər hansı sırada düzgün verilir? Burada baxaq. A-da noxud bitkisi və kələm bitkisi verilir. Noxud paxla meyvəli, kələm isə buynuz meyvə. Biz bilirik ki, nə noxud paxla meyvə şəklində, nə də kələm buynuz meyvə şəklində əkilir. Ona görə bir cavabını götürün. A cavabını götürün. C-də lobya var, paxla meyvəlidir, götürün. D-də alma var, götürün. E-də kələm var, buynuz meyvəlidir, götürün. B cavabı uyğun cavabdır. Fındıq günə baxan şaftalı. Bu bitkilər meyvə şəklində əkilirlər. Demək, şaftalı bitkisində meyvə yanlığı 3 hissədən ibarətdir. Meyvə yanlığının daxili divarı çərdək əmələ gətirir və çərdəklə toxum torpağa birlikdə əkilir. Yəni toxum çərdəklə əhatə olunmuş şəkildə torpağa əkilir. Ona görə burada B cavabı. Doğru fikirləri seçin. İnsanın yuxarı ətraf skeleti yassı sümüklə birləşmə əmələ gətirir. Yassı sümüklə. Bəli, yuxarı ətraf qurşağı döş sümüyü ilə birləşmə əmələ gətirir. Doğrudur bu fikir. Cüt sümüklə birləşmə əmələ gətirir. Döş sümüyü ilə birləşir, o da tək sümükdür. Yanlışdır. Qarışıq sümüklə birləşmə əmələ gətirir. Dedik ki, döş sümüyü yassı sümükdür. Bu da yanlışdır. Tək sümüklə birləşmə əmələ gətirir. Döş sümüyü, bəli, tək sümükdür. Bu da doğrudur. O zaman 1 və 4 doğru oldu. Bu da D bəndində verilmişdir. D bəndində verilən burada bax. Boz rəngli ada dovşanları ilə ağ ada dovşanlarının çarpazlaşmasından alınan fərdlərin fenotip nisbəti 4-3-1-2 olsa, valideynlərin genotipi hansı ola bilər? Yazaq. Əvvəlcədən biz burada iki demək cavabı çıxdaş eləyəcəyik. Hansı cavablardır? Bir C cavabı, bir də E cavabı. C cavabını yazaq. C cavabında böyük C genləri var və digər valideyndə isə kiçik C genləri. Bunların monohibridə gətirəndə çarpazlaşdırıb alırıq ki, bütün fərdlərdə eyni şəkillik qanunu özünü göstərir. Yəni bütün hallarda böyük C, kiçik C genotipli fərdlər alır. Böyük C və kiçik C halda, əgər burada kiçik C müstəqil şəkildə yoxdursa, ağ rəng üzə çıxmayacaq. Amma bizə verir ki, fenotip nisbətində 4-3-1 kimi olsun. Yəni həm boz, həm qara, həm də ağ rəngli fərdlər alınsın. Ağ rəngli burada fərdlər alınmayacaqsa, onda elə belə çıxır ki, C cavabı bu tərəfdən, yəni elə bu başdan biz bunu götürmürük. Yanlışdır. Sonra E-ni niyə götürmürük? E-ni ona görə götürmürük ki, deyək ki, boz rəngli dovşan. Boz rəngli dovşan budur. Bir də ağ rəngli dovşan deyil. Bu isə ağ rəngli deyil. Bu isə qara rəngli dovşandır. Ona görə E cavabını verir. Və digər cavabların içərisindən gəlin yoxlaya-yoxlaya davam edək. Görək hansı cavab uyğun gələcək. Bax, birinci halda. Birinci valideyn, boz rəngli valideyn 4 tip qamet verir. Digər valideyn isə qara fərdi isə, ağ fərdi isə 1 tip qamet. Elə buradan görünür ki, əslində biz buradan, yəni 4 nisbətdə bir şey əmələ gətirəcək fərd ala bilmərik. Niyə görə ala bilmərik? Çünki elə cəmi burada 4 dənə fərd alınır. Yəni bunun nisbəti 4 ola bilməz. Amma yenə də yazıram. Yazıram ki, demək daha aydın olsun. Yəni burada cəmi 4 dənə fərd alınır. Amma nisbətin birincisində ilə 4 vermişdir. Yəni bu uyğun ola bilməz. Göründüyü kimi. Və bu olacaq boz rəngli, bu olacaq qara rəngli, bu ikisi isə ağ rəngli olacaq. Nisbət 2-nin 1-ə, onun da 1-ə nisbətində olacaq. Bu cavab deməli uyğun olan cavab olmadı. Digər cavabı yoxlayaq. Məsələn, B bəndi. B bəndində elə burada olduğu kimidir. Demək, cəmi burada da 4 dənə kombinasiya alınır. Yəni, mümkün deyil burada 4 nisbətdə parçalama verməyin, amma yenə yazıram. Kiçik, kiçik, böyük, kiçik, böyük, kiçik. Aha, bu ikisi demək ağ oldu. Bu ikisi də boz oldu. Heç burada qara rəng ümumiyyətlə üzə çıxmazdı. Hətta üzə çıxsaydı belə bu cavab deyildi. Çünki yenə də deyirəm, burada cəmi 4 dənə kombinasiya alınıb, amma verilən elə birinci nisbətdə 4-ü bizdən sonra uyğun deyil. Və demək, baxaq buradakı cavaba, D bəndində verilmiş cavaba. Bu da uyğun ola bilər. Çünki birinci halda yenə boz rəngli format 4 tip qamet verəcək.
C-dir. Olsun kiçik C, böyük C, kiçik C, kiçik C. Və demək, fərqləri yazsaq, daha doğrusu digər fərddən alınan qametləri yazsaq, böyük A, böyük A, böyük A, kiçik A, böyük C, kiçik C, böyük A, kiçik, böyük C, kiçik C, kiçik A, kiçik A, kiçik C, kiçik C, böyük A, böyük A, kiçik C, kiçik C, böyük A, kiçik A, kiçik C, kiçik C, böyük A, kiçik A, kiçik C, kiçik C, kiçik A, kiçik A. Bu döldü, elə bax bu döldü. Bunlar ağ renklər. Bu üçü, bu üçü bozdu. Bu bir dənə də qaradır. Demək, neçə dənə? 4 dənə ağ oldu, döldün. 3 dənə boza, onun da bir dənə qarıya nisbətində. 4, 3, 1 nisbətində oldu cavab. Yəni burada B cavabı, B yox. D cavabı, cavab oldu. Demək, buradan biz davam edirik 5-ci sualdan. İnsanın hansı orqanlarına qan vena damarı ilə daxil olur? Qan vena damarı ilə 2 dənə orqanımıza daxil olur. Yəni burada qaraciyər və ürəyi götürəcəyik. Ürəyə qan yuxarı və aşağı boş vena ilə və ağciyər venaları ilə gəlir. Qaraciyərə isə qapı venası ilə gəlir. 2 cavab doğrudur, digər cavablar isə uyğun cavablar deyil. Deməli 3 və 5 uyğundur. O da C bəndində verilmişdir. Hansı geoloji dövrdə çəkili bitkilərlə cüzlər arasında qarşılıqlı münasibət meydana çıxdı? Təbaşirdə. Təbaşirdə çəkili bitkilər və tozlayıcı həşəratlar meydana çıxdı və bunların arasında qarşılıqlı münasibət yarandı. İlk dəfə bağırsağın qısalması müşahidə edilmişdir. Bu ptekantroplardadır. Ptekantroplar, ptek meymun, antropos insan deməkdir. Meymun insanlar, meymunlar insanlar arasında keçid mövqeyidir. Meymunlar insana keçiddə artıq insanlar ətli qida ilə qidalanmağa başladılar və meymunlar isə bundan əvvəl daha çox bitki mənşəli qida ilə qidalanırlar. Ətli qidalarda ətin tərkibində liflər az idi də, onların həzmi nisbətən qısa dövrdə baş verirdi, qısa zaman ərzində daha doğrusu baş verirdi və buna görə də bağırsağın uzun olmasına ehtiyac qalmırdı, bağırsaq qısalırdı və bağırsağın qısalmasının təkamüldə rolu da var idi. Belə ki, bağırsaq qısalmışdı və az enerji sərf edirdi. Bu da enerji bölgüsündə orqanizmdə beyinə gedən enerjinin miqdarını artırırdı ki, beyin daha çox enerji ilə təmin olunurdu və daha yaxşı inkişaf edirdi. Və bu da meymundan sonra, yəni insana doğru gəldikcə beynin təkmilləşməsinə çıxardı. Cavab yəni burada B cavabı olacaq. Baxaq 8-ci sualdan. Hansı alemin nümayəndələri atomların həm birinci, həm də ikinci növ miqrasiyasında iştirak edir? Atomların birinci növ miqrasiyası biricəyirlər tərəfindən, ikinci növ miqrasiyası isə çoxcəyirəli orqanizmlər tərəfindən həyata keçirilirdi. Yəni elə aləmlər götürməliyik ki, onların həm bir, həm də çoxcəyirəli nümayəndəsi olsun. Bakteriyalar yalnız biricəyirəlidir, amma digərlərinin həm bir, həm də çoxcəyirəli nümayəndələri var. O zaman bakteriyaları götürmürük, amma digərlərini götürə bilirik. 2, 3, 4 uyğun cavabdır. Yəni cavab B bəndi olacaq. Baxaq 9-cu suala. 9-da deyir ki, verilənlərdən hansı eyni şeyin vərəqindən formalaşmışdır? Baxaq. Deməli, cinsiyyət sistemi, limfa sistemi hər ikisi mezoderma mənşəlidir. Bunları götürə bilərik. Digərlərini də yoxlayaq. Nəfəs borusu, duyğu reseptorları, xeyr, biri endoderma, biri ektoderma mənşəlidir. Götürmürük. Qaraciyər dərinin piyi qatı, biri endoderma, digəri isə demək mezoderma mənşəlidir. Onu da götürmürük, uyğun cavab deyil. Sonra D-də mina qatı və derma, ektoderma və demək mezoderma mənşəlidir, uyğun deyil. Xolda sinir sistemi, endoderma, ektoderma mənşəlidir, götürmürük. 10-cu suala baxaq. 10-cu sualda deyir ki, çəltik və ət bişirildikdə hər birinin tərkibində minimum M milliqram B1 vitamini qalarsa, onların tərkibində bişirilməmişdən əvvəl bu vitaminin miqdarının cəmi neçə milliqram olmuşdur? B qrup vitaminlər. Bunlar deməli ətdə bişirildikdən sonra 15-60% qalırlar. Bitki mənşəli qidalarda isə 20% deməli itir, 80% qalırlar. Çəltik bitki mənşəli qidadır. Çəltikdə bişəndən sonra 80% qalacaq. 20% itəcək, 80% qalacaq. Həmin 80% də M milliqramdır. O zaman çəltikdə bişirilməmişdən əvvəl nə qədər imiş? Bişirilməmişdən əvvəldə 100% kimi götürsək, o zaman taparıq ki, bir tam %25 N miqdarda, demək bunda B qrup vitamini var imiş.
Bilkəm %25 n. Və ətdə isə 15-60% itir, deməli 40-85% qalır. Minimum dediyinə görə ətdə biz 40% qaldığını götürürük. 40% əgər n milliqramdırsa, o zaman 100%, yəni bişirilməmişdən əvvəl nə qədər imiş? Bu da 2,5 n deməkdir. Demək, toplayırıq əvvəldən qalanları, hər ikisində əvvəlcədən nə qədər olub? 1,25 n çəltikdə olub, 2,5 n ətdə olub. Toplamda 3,75 n idir. Bu da A bəndində verilmişdir. Aha. Sonra baxaq 11-ci suala. Verilən fikirlərdən hansı doğrudur? 12 yaşlı yeniyetmənin hər iki tərəfdən öz diş növü ilə qonşu olan dişi yoxdur. Xatırlayaq ki, ümumiyyətlə insanlarda 6-12 yaş arasında süd dişləri tökülür və daimi dişlərindən əvəz olunur. Artıq 12 yaşlı yeniyetmədə demək dişlər, yəni daimi dişlər çıxıb. Amma onlarda ağıl dişləri hələ də yoxdur. Çünki ağıl dişləri 16 yaşdan sonra çıxır. Demək deyir ki, hər iki tərəfdən öz diş növü ilə qonşu olan dişi yoxdur. Var. Məsələn, demək həm üst, həm də alt çənədə olan mərkəzdə yerləşən kəskin dişlər. Onlar hər iki tərəfdən öz diş növləri ilə qonşudur. Ona görə A bəndi yanlışdır burada. B-yə baxaq. Bütün dişləri öz diş növü ilə qonşudur. Xeyr, yanlışdır. Kəskin dişlərin sayı köpək dişlərinin sayına bərabərdir. Kəskin dişlər 8 dənədir, köpək dişi isə 4 dənədir. Say bərabər deyil. Yalnız öz diş növü ilə qonşu olan dişlərin sayı 8-dir. Baxaq, demək dedik ki, üst və alt çənədə mərkəzdə yerləşən iki kəskin diş qonşudur öz diş növləri ilə. 2, üzərinə də 2 gəlirik, bu deyilir 4. Və böyük azı dişlərinin də son ikincisi, hansı ki onlarda hələ ağıl dişləri çıxmayıb 12 yaşda. Demək, son ikincisində hər birinin çənədə, daha doğrusu hər bir yarım çənədə böyük az dişlərinin sonuncu yerləşəni öz diş növü ilə qonşudur. Bir tərəfdən öz diş növü ilə qonşudur, digər tərəfdən isə hələlik boşluqdur. 16 yaşdan sonra oradan başlayır ağıl dişləri çıxmağa. Yalnız öz diş növü ilə qonşudur, götürə bilərik onu da. Hər yarım çənədə bir dənədir o öz diş növü ilə qonşu olan böyük az dişi. Və 4 dənə yarım çənə olduğuna görə 4-ü 1-ə vururuq, 4 dənə də həmin dişlərin sayıdır. 4 plus 4, bu da edir 8 diş. Bu cavab doğrudur deməli. E-yə baxaq. 2 növ dişlərin sayı bir-birinə bərabərdir. Xeyr, burada 3 növ dişlərin sayı bir-birinə bərabərdir. Hansı dişlərdir? Kəskin dişlərdir, kiçik azıdır və böyük azıdır. Bunların hər ikisindən 8 ədəddir. Yəni 3 diş növünün sayı bir-birinə bərabərdir. Yenə də cavab elə D bəndi uyğun cavabdır. Baxaq 12-yə. 12-də deyir ki, verilən canlılardan hansının ürəyində bir növ qan olur? Baxaq. Demək, xaçılca verilir burada. Qafqaz xaçılcası. Qafqaz xaçılcasının ürəyində bir növ qan olmur. Çünki onların mədəsinə qan qarışır. Məsələn, orada onlar həm arterial, həm venoz, həm də qarışıq qan. Uyğun deyil. Alligator. Alligatorlarda qan demək olur venoz və arterial qan. Bu da uyğun deyil. Sonra C-də Nil timsahı verib. Nil timsahı da uyğun cavab deyil. Çünki timsahın da ürəyində venoz və arterial qan olur. Uyğun deyil. D-də yenə Qafqaz xaçılcası var. Uyğun deyil. Xalçəng anadonda görür bizə. Bunların ürəyində sadəcə bir növ qan olur. E bəndi ona görə uyğun cavabdır. Sonra baxaq. Növbəti. Aha, 13-cü suala. 13-cü sualda deyir ki, 4 ilkin bakteriya fasiləsiz olaraq 64 dəfə artmışdır. Baxaq. Bakteriyaların sayı başlanğıc sayı 4'dür. 64 dəfə artıb, yəni NT-nin qiyməti 64 vurma 4, 256'dır. Bu zaman 3-cü bölməyə məruz qalan fərdlərin cəmi ilə əmələ gələn nəsil sayının cəmi neçə olar? Aha. Nəsil sayının cəmini tapmalıyıq. Nəsil sayı necədir? Kiçik n-dir. Kiçik n-i tapaq burada. Kiçik n necə tapılır? N-də bərabərdir. N0 vurulsun 200 n üstürü var. N-nin qiyməti 256'dır. N0 4'dür. 200 n-i buradan tapsaq 200 n edəcək 64. Buradan da n-in qiyməti 6 çıxır. Yəni kiçik n görünür ki 6'ya bərabərdir. Kiçik n 6'ya bərabərdir. Kiçik n 6'dırsa demək 3-cü bölünməyə məruz qalan fərdlərin sayını deyir bizə. Baxaq bölünmələri. 4 idi başlanğıc sayı, bir dəfə bölündü 8, 16,
32. Üçüncü bölünmə bu bölünmədir. Bu bölünməyə neçə fərd məruz qalıb? 16 fərd məruz qalıb. 16 ilə 6-nın nəsil sayının cəmi isə 22 edir. Yəni 13-də cavab 22 olacaq. Sonra baxaq 14-cü suala. Vegetativ orqanların hüceyrəsinin xromosomlarında allel genlər cütünün yalnız birinə rast gəlinən bitkilər parlılıq biogenesinozunun neçənci yarısında yerləşir? Burada söhbət mamırlardan gedir. Mamırlardan onların demək hüceyrəsində vegetativ orqanların hüceyrəsində allel genlər cütünün yalnız birinə rast gəlmək olur. Niyə? Onların çünki vegetativ orqanları demək haploid xromosom yığımına malikdir. Çünki onların yəni ümumiyyətlə zoğları spordan əmələ gəlmişdir. Spor N xromosom yığımlı olduğuna görə, haploid xromosom yığımlı olduğuna görə demək həmin bu mamırların da vegetativ orqanları N xromosom yığımlı olacaqdır və N xromosom yığımında və yaxud da ki haploid yığımda allel genlər cütünün yalnız birinə rast gəlmək olur. Tutaq ki allel genlərdir. Bunlardan haploid yığıma ya məsəl üçün böyük A, tutaq ki böyük A kiçik A-na işarə eləsək, ya böyük A düşəcək ya da kiçik A düşəcək haploid yığıma. Və bu səbəbdən vegetativ orqanlarında da allel genlər cütünün yalnız birinə rast gəlmək olacaq. Və mamırlar da parıtlıq biogenesinozunda 5-ci yarusun tərkibindədirlər. 5-ci yarus da burada E bəndində verilmişdir. Baxaq sonra 15-ci suala. Verilən fikirlərdən hansı doğrudur? Ciftin hormonu yalnız uşaqlığa təsir edir. Xeyr, bu fikri yanlışdır. Ciftin hormonu yalnız uşaqlığa təsir etmir. Həm uşaqlığa, həm də yumurtalığa təsir göstərir. Hamiləlik zamanı sarı timin hormonu yumurtalığa və uşaqlığa təsir göstərir. Bu doğrudur. C-yə baxaq. Dölün uşaqlığın divarına yapışması ilə rüşeym dövrü başlayır. Xeyr, dölün uşaqlığın divarına yapışması demək bu implantasiyadır. İmplantasiyadır. Bu demək yanlışdır. İmplantasiyadan sonra başlayır çünki rüşeym dövrü. Yanlışdır. Fərdin ontogenezi uşaqlıq yolunda başlayır. Fərdin ontogenezi uşaqlıq yolunda yox, yumurtalıq borusunda başlayır. Bu da yanlışdır. E'də deyir ki, sarı tim hormonu yalnız yumurtalığa təsir edir. Bu da yanlışdır. Sadəcə burada B cavabı uyğun cavab oldu. Baxaq 16-cı sualdan yanlış mülahizəni seçin deyir. Hamilə qadın orqanizmində cift müvəqqəti daxili sekresiya vəzi funksiyasını yerinə yetirir. Doğrudur. 7 ay hormon ifraz edir. Xeyr, təqribən 6 ay hormon ifraz edir. Follikulun yerində yaranan qarışıq sekresiya vəzisidir. Xeyr, follikulun yerində yaranan qarışıq sekresiya vəzisi sarı cisimdir. Göbək ciyəsi vasitəsilə dölə birləşir. Doğrudur. Əmələ gəldikdən sonra döl dövrü başı çatır. Xeyr, başı çatmır, əksinə başlayır. Demək ki, burada hansılar yanlış oldu? Demək 2 yanlış oldu, 3 yanlış oldu, 5 yanlış oldu. 2, 3, 5 B bəndində verilmişdir. 17-ci suala baxaq. Şəkildə nefronun quruluşu təsvir olunmuşdur. Verilənlərə əsasən aşağıdakı ifadələrdən hansı doğrudur? Görək hansı ifadələr verilib bizə. Bir rəqəmi ilə göstərilən hissədə axan qanın tərkibində mineral duzlar 2 rəqəmi ilə verilən damarın tərkibindəkindən çoxdur. Bir rəqəmi ilə hansı damar verilib? Gətirici arteriyadır, 2 damar ilə çıxarıcı arteriyadır. Bəli, doğrudur. Çünki gətirici arteriyanın gələn qanın içərisində bəzi maddələr, hansı ki onların molekul ölçüləri imkan verir, həmin maddələr kapilyar qan damarının divarından və kapsulun divarından kapsulun boşluğuna keçə bilirlər və həmin maddələrin miqdarı ona görə azalır. Deməli, bir damarında həmin maddələr çox idi, 2 damarında isə azaldı. Həmin maddələrdən biri də mineral duzlardır. Ona görə birinci ifadə doğru ifadədir. Baxaq ikinciyə. 3 rəqəmi ilə verilən hissədən maddələrin, burada şəkildə düşməyib, 4 rəqəmidir. 3 rəqəmi ilə verilən hissədən maddələrin 4 rəqəmi ilə verilən hissəyə keçməsi yüksək qan təzyiqinin təsiri ilə olur. Baxaq. 3 rəqəmi ilə verilən maddələrin 4 rəqəminə keçməsi bəli, yüksək qan təzyiqinin təsiri ilə olmalıdır. Yəni burada qanın təzyiqi buradakından çox olmalıdır ki, maddələr həmin hissəyə keçə bilsinlər. Sonra 3-də deyir ki, X dediyin tərkibində olan faydalı maddələr 5 nömrəli hissədən qana geri sorulur. X dediyin tərkibində olan faydalı maddələr 5 nömrəli hissədən qana geriyə sorulur. Doğrudur. Burada demək biz bilirik ki, reabsorpsiya baş verir, böyrək kanalcıqlarından maddələr geriyə qan kapilyarlarına sorulur. Demək 5 də doğru oldu. Belə çıxır ki, bütün ifadələr burada doğrudur. Yəni uyğun cavab burada 17-də D bəndi olacaq. Sonra keçək, görək 18-də nə deyir bizə? 18-də deyir ki, dietrozigot
A, B və C genotipli valideynlə böyük A, kiçik A, kiçik B və böyük C genotipli malik olan fərdin çarpazlaşması nəticəsində böyük A, kiçik B və böyük C fenotipli erkək fərdin əmələ gəlmə ehtimalı neçədir? Ehtimalı tapın. Bunu homozigota gətirərək biz tapmalıyıq. Yəni elə tapsaq daha rahat olar təbii ki. Baxaq. Bu çarpazlaşmadan alınır. Deməli, bir nisbət böyük A, iki nisbət böyük A, kiçik A, bir nisbət də kiçik A, kiçik A. Fenotip dediyinə görə biz bunun ikisini də götürürük. Çünki yəni burada dominantlığın tam olduğu hala biz baxırıq. Qeyri-tam dominantlıq olsaydı qeyd olunardı. Və burada görürük ki 4-dən 3-ü böyük A fenotipini əmələ gətirəcəkdir. 4-dən 3-ü. 4-dən 3-ü yazaq bir kənarda qalsın. Sonra indi böyük B, kiçik B və kiçik B-nin çarpazlaşmasına baxaq. Buradan böyük B, kiçik B və kiçik B alınacaq. Kiçik B'nin üzə çıxması lazımdır bizə 2'də 1 ehtimalla. Kiçik B fenotipi üzə çıxacaq 2'də 1. 2'də 1. Sonra böyük C, kiçik C. Bunların da çarpazlaşmasından böyük C və böyük C, kiçik C alınacaq. Yəni 100% ehtimalından böyük C fenotipi burada üzə çıxacaq. Neçə oldu? Deməli, bu hasil demək alınır buradan 8'də 3 ehtimal. 8'də 3 ehtimalda bir dəqiqə. Bir də burada bir şey var. 8'də 3 ehtimal ümumən fenotipdir. İndi bizə burada erkək fərdlər deyir. Erkək fərdlər və dişi fərdlər birin birə nisbətinə əmələ gəlir. Alınan fərdlərin yəni yarısı erkək olacaq, yarısı dişi olacaq. Yəni bunu 2 yerə bölərəm və yaxud da ki 2'də 1'ə vuraram. 2'də 1'ə vursam, buradan da alaram. Nə alaram? 16'da 3 alaram. 16'da 3 də demək ki burada erkək fərdin əmələ gəlmə ehtimalıdır. Yəni 18'də cavab D bəndi olacaq burada. Sonra 19'a baxaq. Hansı canlıların qanı atmosferdən aldığı oksigenin daşınmasına iştirak edir? Qan oksigenin daşınmasına iştirak edir. Özdə atmosferdən aldığı. Çay xərçəngi qanı atmosferdən almır. Çay xərçəngini çıxırıq. May böceği qan oksigen daşınmasına iştirak etmir. Ona görə may böceğində çıxırıq. Hörümçəklər və ilbizlər uyğun cavabdır. 1-3 A bəndində verilmişdir. Sonra 20'ye baxaq. Hansı fikirlər doğrudur? Yaşıl olmayan bitki fotosintez edə bilər. Bəli, məsələn, qırmızı qonur yosunlarda fotosintez edir. Bu doğrudur. 2'də deyir ki, bir hüceyrədə əmələ gələn ATP digər hüceyrəyə ötürülə bilər. Xeyr, ATP hüceyrədən hüceyrəyə keçmir. Bu yanlışdır. Sonra baxaq 3'ə. 3'də deyir ki, həm yarpaq, həm də gövdədə mərciməklərə rast gəlinir. Demək, yanlışdır bu. Mərciməklər gövdədə olurdu. Bax, göbələklər bütün ömürləri boyu böyüyürlər. Bəli, göbələklər mitselləri ilə bütün ömürləri boyu böyüyə bilirlər. Yəni onların mitsel hissəsinin böyüməsi qeyri-məhduddur. Ona görə burada demək bu ifadə də doğru oldu. 5'də də deyir ki, bəzi bakteriyalarda tənəffüs baş vermir. Xeyr, tənəffüs oksigensiz və oksigenli ola bilər. Amma istənilən halda tənəffüs baş verir, götürəcək. Ona görə də bu da yanlış oldu. Sadəcə burada 1 və 4 düz oldu. 1 və 4'də D bəndində verilmişdir. Baxaq 21-ci suala. Hərəkət orqanlarının sayı digərlərindən fərqlənir. Hərəkət orqanlarının sayı burada digərlərindən fərqlənən ağcaqanaddır. Niyə? Ağcaqanad 2 qanadlıdır. 2 qanadlılarda qanadlar demək bir cüt və ayaqlar isə 3 cütdür. Yəni onların hərəkət orqanlarının sayı 4 cütdür. Amma digərlərində qanadların sayı digər cavablarda 2 cüt qanad götürülür və 3 cütdə ayaqları nəzərə alınır. Bu da olur 5 cüt. Burada az olan ağcaqanadlar oldu. Sonra 22'ye baxaq. Hansı bitkinin kök şəkilləşməsindən bilavasitə əlavə köklər inkişaf edə bilər? Xatırlayaq, əlavə köklər hardan inkişaf edirdi? Gövdədən və yarpaqdan inkişaf edirdi. Yəni bizə burada bilavasitə kök şəkilləşməsindən özdə bilavasitə əlavə köklər inkişaf edir desin. Cavab burada çuğundurdur. Nəyə görə çuğundurdur? Çünki çuğundur deməli meyvə kökdür. Meyvə kökdə əsas kök və gövdənin yuxarı hissəsinin, üzr istəyirəm, gövdənin aşağı hissəsinin şəkilləşməsidir. Çuğundur, elə bir götürsək, əsas kök və gövdənin aşağı hissəsinin şəkilləşməsidir. Yəni bu çuğundurun yuxarı tərəfindən əlavə köklər bilavasitə çıxa bilər.
həm də bu çök şəkilləşməsinə malik olan bitkidir. Digərlərinə baxaq, cavablara nəzərdən keçirək. Məsələn, Georgində də çök şəkilləşməsi var. Georgin əlavə və yan köklərin şəkilləşməsidir. Əlavə və yan köklərin üzərindən bilavasitə əlavə kök çıxa bilmir. Onların üzərindən bilavasitə yan kök çıxa bilir. Digərlərində isə ümumiyyətlə bu D-də, B-də və E-də bunlarda kök şəkilləşməsi yoxdur. Bunlarda olan şəkilləşmə gövdə şəkilləşməsidir. Və onların köklərinin də üzərindən birbaşa əlavə köklər çıxmadığına görə o cavablar da uyğun deyil. Sadəcə burada çoxundur cavabı uyğun cavabdır. Verilən həşəratların hansının ontogenezi zamanı ağız aparatının tipi dəyişilir. Ağız aparatının tipi dəyişilən burada biz demək cüvələri götürürük. Çünki cüvələrdən demək onların yetkin fərdində kəpənəklərdir. Yəni onların yetkin fərdinin ağız aparatı kəpənəklərdə sorucu tipdədir və demək onların sürfəsində isə ağız aparatı gəmirici tipdə olacaqdır. Yəni burada ağız aparatının forması dəyişən elə cüvələrdir. Uyğun cavab D bəndidir. Demək biz davam edərək 24-cü sualdan X-in yerinə hansı bitkinin aid olduğu müxtəlif mənşə mərkəzi yazıla bilər. X demək verib, X deməli şərq və qərb yarımkürəsində ortaq belə desəm nöqtəsindədir. Hər ikisinə aiddir. Demək bu olacaq Aralıq dəniz mərkəzi. Həm şərq yarımkürəsinə aiddir, həm də qərb yarımkürəsinə aiddir. Aralıq dəniz mərkəzindən də olan bitki burada baş soğandır. İnsanın ifrazat sistemi orqanlarının sayı qədər böyrək neçə bölünməsində olar? İnsanın ifrazat sistemi orqanları neçə dənədir? 2 böyrəkdir, ikisi diaxardır, birisi diksəsdir, bir dənə də kanaldır. 6 dənə orqan var. 6 dənə deməli böyrək neçə gölül bizində olar? Hər gölül bizində bir dənə böyrək var. 6 böyrək elə 6 gölül bizində olacaq. 26-cı suala baxın. Bir çiçəyin demək maylanmasına 2 spermi iştirak edir. Bir çiçəyin maylanmasına 2 spermi iştirak edən albalı ilə cavalıdır. Niyə? Albalı ilə cavalı. Çünki albalı və cavalının bir çiçəyində bir dişicik var və bir dişiciyində də bir yumurtacıq var. Çünki onlar bir toxumlu bitkilər. Yumurtacığın sayına demişdik ki, toxumun sayı bərabərdir. Və onların bir yumurtacığında maylanmasına 2 spermi iştirak edir. Amma kələm və üzüm bunlar çox toxumlu meyvədir. Bir yumurtalıqda demək ki, çoxlu sayda yumurtacıq var. Və hər yumurtacıqdan da maylanmada 2 spermi iştirak edir. Tutaq ki, götürüm kələmin bir çiçəyində dişiciyin sayı 1 ədəddir. Dişiciyin sayı 1 ədəddir. Burada bir dənə yumurtalıq var. Bir yumurtalıq var. Amma yumurtalığın içərisində yumurtacıq çoxlu sayda olur. Tutaq ki, 20 dənə yumurtacıq var. Hər yumurtacığın da maylanmasına 2 spermi iştirak edir desəm, bu da edir 40 spermi. Demək 40 dənə spermi iştirak etmiş olacaq. Yəni ona görə cavablar burada albalı və cavalı cavablar. Uyğun cavabdır. 27-ci suala baxaq. 27-ci sualına davam edək. Cədvələ əsasən Y plus 7 84 olarsa X-in qiymətini tapın. Aha, başlayaq biz burada Y-dən danışmalıyıq. Y deməli mikrospordur. Mikrosporlar bilirik ki, meyoz bölünmə nəticəsində ana tozcuq hüceyrəsinə əmələ gəlirlər. Və mikrosporlar hər biri 2 qatlı qılafla əhatə olunaraq tozcuq dənələrinə çevrilir. Tozcuq dənələrə əvvəlcə bir nüvəli olur. Sonra onların nüvəsi bölündü 2 yerə. Vegetativ və generativ nüvə əmələ gətirir. Generativ nüvə isə özü sonradan 2 ədəd spermə bölünür. Belə çıxır ki, bir dənə mikrospordan əmələ gələn tozcuq dənəsində 2 dənə sperm olur. Və görünür ki, Z-in sayı Y-in sayına 2 dəfə çox oldu. Bunu da gətirib burada bu qiyməti yerinə yazsaq, o zaman belə olacaq. Y üzərinə gəlir 2Y bərabərdir 84. Y buradan çıxır 28. Aha. Y 28 olur. Y 28 olursa X-i necə tapa bilərik? Mikrosporlar ana tozcuq hüceyrəsinin meyoz bölünmə ilə çoxalmasından gəlir. Bir dənə ana tozcuq hüceyrəsindən meyoz bölünmə ilə 4 dənə hüceyrə gəlir. Bəs 28 dənə mikrospor və yaxud da 28 dənə hüceyrə neçə ana hüceyrənin meyozundan yaranır? Buradan da görünür ki, X-in qiyməti 7-yə bərabərdir. 7 də A bəndində verilmişdir. Cavab A bəndi olacaq. 8-ə baxaq, 28-ə. Öküzdə qidanın mədə şöbələrindən keçmə ardıcıllığını müəyyən edin. A, hansı ardıcıllığına keçir? Deməli, birinci keçir işkəmbə. 4. Sonra keçir 3. Deməli, tora. İşkəmbə və torda qida yığılır. Orada fermentasiya prosesi gedir. Yəni, orada bakteriyaların ifraz etdikləri, orada şirələrin təsiri ilə qarışır, fermentasiya olur. Sonra heyvan, belə desəm ki, ikinci dəfə onu ağzına qaytarır, yəni çeynir.
Çeynəndikdən sonra isə ikinci dəfə udulduqdan sonra keçir qat-qatdan və sonra da keçir qursaqdan. 4, 3, 2, 1 və bu da B bəndində verilmişdir. Sonra 29-a baxaq. Görək 29-da nə deyir bizə? 29-da deyir ki, insan minimum yuxu sikli keçirmişdir. Ləng yuxu fazalarının davam etmə müddəti maksimum. Minimum yuxu siklidir. İnsan 4 və 5 yuxu sikli keçirə bilər. Minimum dediyinə görə 4 sikl götürür. 4 sikl hərəsi 2 fazadan götürsək 8 dənə faza edir. Tez yuxu fazalarının davam etmə müddəti minimumdur. Ləng yuxu fazalarının davam etmə müddəti isə maksimumdur. Ləng yuxu fazaları 1,5 saat çəkir. Və tez demək maksimum dediyinə görə mən ləng yuxunu 1,5 saatdan götürürəm. Dənə 1,5 saat, bu eləyir 6 saat. Və tez yuxu fazaları nə qədərdir? Tez yuxu fazaları 10-15 dəqiqə çəkir. Minimum dediyinə görə 10 dəqiqədən götürürəm. Sonuncu isə 20-30 dəqiqədir. Minimum dediyinə görə 20 dəqiqədən götürürəm. O zaman 10 dəqiqə, 10 dəqiqə, 20 dəqiqə, burada da 10 dəqiqə, 30 dəqiqə, burada da 20 dəqiqə, 50 dəqiqə. Demək olur 6 saat 50 dəqiqə. 6 saat 50 dəqiqədə hansı cavabdadır? 6 saat 50 dəqiqə B-dən verilmişdir. Baxaq. Növbəti 30-cu suala. Qrafikə əsasən hansı bitki gün rənglə verilmiş müxtəliflik mənşə mərkəzinə aiddir? M mənşə mərkəzlərini, K bitkilərin müxtəliflik faizini göstərir. K-da baxaq, işarələnmişsə də faiz çoxdur. Yəni, K-nın faizinin ən çox olduğu mərkəz hansı mərkəzi idi? Cənubi Asiya tropik mərkəzi. Cənubi Asiya tropik mərkəzinə aid olan bitki hansı bitki idi? Düyü bitkisi idi. Sonra baxaq. Növbəti 31-ci sual. Verilən fikirlərdən hansı doğrudur? Diropteklər başlanğıc veriblər. Hansı canlılara? Şimpanze, gorilla və avstroptek. İndi burada amma bilmirik hansıdır. Hansı avstroptekdir, hansı şimpanzedir, hansı gorilla. Zeyt canlısı bilavasitə insanın əcdadı ola bilər. Ola bilər. Bəli, ola bilər. Avstropteklər məsəl üçün insan şaxəsinə başlanğıc verir. Ola bilər bu. Mümkün. X-in döş qəfəsində olan sümük sayı insanın döş qəfəsində olan sümük sayına bərabərdir. İnsanın döş qəfəsində bərabər sayda sümüyü olanlar orangutan. Orangutan isə diroptekdən başlanğıc almır. Orangutan paraptekdən başlanğıc alır. Ona görə bu doğru cavab deyil. C-dən Y-in yastı döş qəfəsinə malik olmasına görə insana bənzəyir. Yastı döş qəfəsinə hamar formalı kəlliyə görə insana oxşar olan hibbon. Hibbon da demək diroptekdən başlanğıc almayıb. Hibbon da paraptekdən başlanğıc alıb. Ona görə bu da yox. D-də deyir ki, X parapteklərə başlanğıc verə bilər. Xeyr, parapteklərə X başlanğıc verə bilməz. Parapteklər diropteklərdən daha əvvəl. E-də deyir ki, Z canlısı yırtıcı ola bilməz. Ola bilməzi mən dəqiq şəkildə deyə bilmirəm. Sən avstropteklər yırtıcıdır. Yəni ona görə də mən burada dəqiq ifadə işləmirəm. Ola bilməz. Sadəcə elə A bəndi uyğun cavab olur. Davam edək 32-ci sualla. Canlı hüceyrədə maddələri miqdarları arasındakı münasibət necədir? Demək, ən çox olan hansıdır? Ən çox olan sudur. Su. 2. Sonra üzüm maddədir 3. Ən az olansa mineral düzdür. 2, 3, 1 sırası ilə azalır. Bu da B bəndində verilmişdir. Hansı yosunun zoosporundan bilavasitə yetkin fərd əmələ gəlmir? Demək, burada söhbət lamniariyadan gedir. Lamniariyanın zoosporundan əvvəlcə düzəlt əmələ gəlir. Erkək və dişi düzəlt. Sonra onların üzərindən müvafiq cinsiyyət hüceyrələri əmələ gəlir. Məsələn, yumurta hüceyrə dişidə və erkəkdə də spermatozoid. Onlar mayalanıb zigot əmələ gətirirlər. Zigotdan isə laminiariya əmələ gələ bilir. Ona görə burada cavab elə laminiariya olacaq. Baxaq. 34-cü suala. Verilən fikirlərdən hansı doğrudur? İnsanda rudiment orqan postseminal inkişaf mərhələsinə əmələ gələ bilər. Bəli, məsələn, ağıl dişləri əmələ gələ bilər. Doğrudur. Qadında rudiment orqanların sayı kişilərə nisbətən çoxdur. Xeyr, yanlışdır. İnsanın embrional inkişaf mərhələsində sıx tükörtüklü olması atavizmdir. Embrional inkişafda deyilsə, xeyr, atavizm deyil. O zaman atavizm olardı ki, postembrional dövr. 5 yumurta əkizinin doğulması atavizmdir. Doğrudur. Appendix insanda rudiment orqanıdır. Bu da doğrudur. Demək, doğru oldu. 1, 4, 5. Bu da A bəndində verilir. 35-ə baxaq. İnsanda dərinin funksiyasına aid deyil. Dərinin funksiyasına hansı aid deyil? Baxaq. Hissilik tənzimdə iştirak edir. Doğrudur. İştirak edir. Artıq duzların
qismən bir qismini kənarlaşdırır. Bəli, artıq duzların bir qismini tərvəzlərindən kənarlaşdırır. D vitamini sintezidir. Bəli, dəriyə günəş işığı həmin gün D vitamini çevrilə bilən maddələr əmələ gəlir. Doğrudur. Qan yaranmada iştirak edir. Xeyr, qanın yaranmasına deyil, qanın depolanmasına iştirak edir. Bu doğru deyil demək. E-yə də baxaq. E-də deyir ki, bədəni ultraviyolent təsirindən qoruyur. Dəridə əmələ gələn melanin pigmenti dərini ultraviyolent zərərli təsirindən qoruyur. Bu da doğru. 36-ya bax. X-in yerinə hansı xəstəliyin adı yazıla bilər? Xəstəlik X-la işarə olur. Törədiciləri viruslar, bakteriyalar, heyvanlar. Söhbət meningitdən gedir. Meningit viruslar, bakteriyalar, dayılar tərəfindən bilən xəstəlik. Ona görə D cavab. Digərləri isə virus və yaxud da ki, bakteriya və ya hətta burada dəmirov da var. Göbələk verilməyib, amma dəmirov, yəni dəmirov göbələk tərəfindən öyrənə bilən xəstəlik. İki qat adlandırmada birinci sözü eyni, ikinci sözü isə fərqli olan C və S canlıları üçün aşağıdakı xüsusiyyətlərdən hansı fərqli ola bilməz? Demək, birinci söz eynidir. Yəni, cins eynidir. İki qat adlandırmada cins birinci gəlir. Növ isə, növü bildirən söz isə ikinci gəlir. Cins eynidir, növ fərqli. Aşağıdakı xüsusiyyətlərdən hansı fərqli ola bilməz? Fəsilyə fərqli ola bilməz. Çünki bunlar eyni cinslərsə, eyni cinslər ikisi də bir fəsilədən yarana bilər. Cinsdən əvvəlki kateqoriya fəsilədir. Yəni, bir fəsilənin cinsləridir. Cins eynidirsə, fəsilə fərqli ola bilməz. B cavabı fərqli ola bilməz. Bədən ölçüsü, növün adı, aid olduğu populasiya, zülal tərkibləri, bəli, bunlar fərqli ola bilər. 38-ə baxın. Yosunlarda olmur. Nə olur? Yuva olur. Klorofil olur. Xromatofor olur. Vakol olur. Amma xromoplast olur. Plastitlər ümumiyyətlə olmur. 39-a baxın. Euler Venn diaqramına əsasən uyğunluğu müəyyən. Baxaq burada. Deməli, diaqram verib, buradan diaqramın hissəsini yazırıq. 1-də hərəkət verici seçmə, 3-də disruptiv seçmə və 2-də də bunların ortası. Darwin seçməsi adlanır. Hərəkət verici seçmə. Homozigotların xeyrinə olan seçmədir. Disruptiv seçmə homozigotların xeyrinə olan seçmədir. Çünki homozigot vəziyyətdə olan fərdlər homozigot genlər. Bu zaman üstünlük əldə. Buna görə doğrudur. Singer tərəfindən araşdırılır. Bu da disruptiv. Yeni növlərin alınması ilə nəticələnir. Bu hər ikisinə aid. Heterozigotların xeyrinə olan seçmə isə hərəkət verici seçmədir. Çünki burada da heterozigot vəziyyətdə olan genlər üstünlük təşkil edir. Həmin fərdlər üstünlük qazanırlar. 1-ə A-yə, 2-yə D, 3-ə də B-C aid oldu. Bu da A bəndi verilir. 40-a baxaq. Bədən temperaturu sabitdir. Deməli, cədvələ əsasən yanlış fikri seçin. Yanlış fikir görək hansıdır. X canlısında bədən temperaturu sabitdir. Ürək kameralarının sayı 4-dür. Postemiral inkişafı düzünə yolla gedir. Sidik hissəsi yoxdur. Aha, bu deməli, bədən temperaturu sabit. Quşlar məməlilərdir. Sidik hissəsi yoxdur. Deməli, X quşdur. X quşdursa, X canlısı pulcuğa malik olur. Doğrudur. X canlısı diri bala doğmur. Bu da doğrudur. Sonra Y-ə bax. Deyir ki, bədən temperaturu sabit deyil. Aha, soyuqqanlıdır. Ürək kameralarının sayı 3-dür. Sürünənlər suda quda yaşayanlar olar. Postemiral inkişaf var bunlardan. Yəni, daha doğrusu postemiral inkişafda dolayı yolun var bunlarda. Dolayı inkişaf varsa bu suda quda yaşayanlardır. Sidik hissəsi də var. İndi Y haqqında görək nədir? Y canlısı 2 dəfə 3 kameralı ürəyə malik olan sinifin Y canlısı biz bunu onurğalı heyvan kimi görürük. Suda quda yaşayan kimi görürük. Amma 3 kameralı ürək 2 dəfə onurğasızlarda, mollusklar tipində 2 tayfa sinifində yaranmışdır. Ona görə bu uyğun deyil, bu yanlışdır. Y-də deyir ki, Y canlısının inkişafı dolayı olur. Bəli, deyir dolayı yoldadır. Y canlısı inkişafında sürətli var. Bəli, var, çünki inkişaf dolayı yoldadır. Bunlar hər ikisi düzdür, götürmür. Burada, demək, 8-ci sınaq yekunlaşdı. Ümid edirəm ki, izahlar hər üçün aydın olur. İnşallah izləyər, bəyənəsiniz, bəyənsəniz bəyənmə tuşuna basmağı, kanala abunə olun. Hər birinizə təşəkkür edirəm.